Salam, hər vaxtınız xeyir, xoş gördük. Biz yenidən Tbilisdən sizə salamlayırıq və bugün burada olduqca böyük bir futbol bayramı yaşanır. 19:00-dan etibarən Gürcüstan futbol veteranları ilə Bakıstan futbol veteranları üz-üzə gələcəklər. Oyuna maraq həddən artıq böyüdür. Demək olar ki, Avropanın aparıcı ölkələrindən, İtaliyadan, Fransadan, Almaniyadan, İspaniyadan, Portuqaliyadan biz burada həmkarlarımızı görürük. İndi də qeyd edə bilərik ki, onlar da iş başındadır. Bir qədər əvvəl Mustafa Kamal da iş başındaydı. Axşam saat 19:00-da da bu maraqlı oyunun şərində də məhz o olacaq. CBC Sportun ilk layihəsi təkbətəkdə biz Yari Litmaninlə danışa bildik. Yari Litmanin Avropa futbolunun ayaqçısı, Barcelonanın və Finlandiya futbolunun əfsanələrindən biridir. Xoş gördük. Bir daha xoş gördük. Şəmsəddin, həm səni, həmçinin dəyərli izləyicimizi və həmkarlarım Ayda və Süleyman sizi salamlayıram. Elə Şəmsəddin qeyd etdiyi kimi dünya futbolunun əfsanəvi siması, klassik 10 nömrə Yari Litmaninlə həm söhbət olduq. Maraqlı məqamlara toxundu və qeyd etməliyəm ki, yaxın günlərdə məsələ CBC Sportun ilk layihəsi olan təbii-təki izləyə biləcəksiniz. Orada Çempionlar Liqası favoritindən bəhs etdim. Azərbaycan milli komandasına qarşı oyunları xatırladı. Bax, bu məsələlər əsas məqamları və təbii ki, demədiyimiz bir neçə məsələ var ki, o barədə danışdı. Xüsusən də Çempionlar Liqası ilə bağlı olan favoriti təbii ki, bu mənada maraqlı idi. Və bir də bir nüansı toxunmalıyam. Dünənkinə baxmış, bugün hava əladır, hava yaxşıdır. Çünki dünən bizi yağış, hətta Leysan qarşıladı burada. Hətta Barcelona komandasının əfsanələri məşqi də bir saatdan çox müddətə yubandı. Amma sonradan artıq futbolçular, keçmiş futbolçular meydana çıxdılar. Orada baxırdıq təbii ki, rəylərdə var idi ki, bəzi futbolçular Barcelona əfsanələri adlanmamalıdır. Amma mən belə deyərdim ki, nəinki Barcelona, dünya futbolunun əfsanələri, fərq eləməz Javier Saviola, Edgar Davids, Yari Litmanin, bax bu kimi futbolçuları burada görməyə və gecə saatlarında Ronaldinho gəldi, həmin görüntüləri də CBC Sportun sosial media hesablarında gördünüz. Məncə bu anları yaşamaq, bax bu nostaljinin içində olmaq ən böyük xoşbəxtlik idi. Gün ərzində bizi izləyin, çünki bizim indi təxminən bir saatdan sonra Kaxa Kaladze ilə Gürcüstan futbolunun ən titullu oyuncusu ilə müsahibə gözləyir. Təkbətəkin növbəti buraxılışı üçün biz həmin müsahibəni hazırlayacaq. Üstəgəl biz burada Georgi Adamyanı da tapdıq. Azərbaycan futbolunda iz qoymuş bir şəxs. Onunla da müsahibə bu gün ərzində sizlərə təqdim olunacaq.